oyuncumuz Çempionlar Liqasında qarşılaşacaq. Barselona mı yoxsa PSG mi? Hazırsansa başlayaq. Hazırım. Joan Garcia yoxsa Chevalier? Şövalye. Açığı Ter Stegen gözləyərdim bu salda, amma Chevalier. Şövalye. Ronald Araujo yoxsa Marquinhos? Marquinhos. Mən Marquinhos deyərdim. Məncə daha yaxşı müdafiəçidir. Mən Donald Araujo deyərdim. Paul Kubarsi yoxsa William Pacho? Kubarsi. Məncə Pau Kubarsi çox gələcək vəd edən, daha doğrusu, yaxşı daşladı. Pau Kubarsi. Yaşına və oynadığı oyun tərzinə görə Pau Kubarsini seçərəm. Gerard Martin yoxsa Nuno Mendes? Nuno Mendes. İstisnasız və tartışmasız Nuno Mendes. Məncə heç müqayisə olunası oyunçular deyil. Nuno Mendes. Jules Koundé yoxsa Əşrəf Hakimi? Eşref Tek. Bu biraz çətin sualdır. Məncə hal-hazırda ikisi də çox yaxındır bir-birinə, amma overall götürəndə Əşrəf Hakimi. İkisi də çox güclü oyunçulardır. Biri müdafiə meyilli, biri hücuma meyilli oyunçudur. Mən Əşrəf Hakimi seçirəm. De Jong yoxsa Vitinha? De Jong yoxsa Vitinha? Məncə Vitinha. Biraz qəribə müqayisədə əslində. Müdafiə tərəfdə Vitinha daha yaxşıdır. Hücum tərəfində De Jong yaxşıdır. Amma hal-hazırdakı performansına görə məncə Vitinha birbaş üstündür. Mən son performanslarına görə Vitinhanı daha üstün görürəm. Vitinha. Pedri yoxsa João Neves? Pedri. Təbii ki, Pedri. João Neves də sonralar yüksəlişdədir, amma Pedri sehirbazdır. Pedri başqadır. Fermin Lopez yoxsa Fabian Ruiz? Ruiz. Mən buna Fabian Ruiz deyəcəm. Əsasən də Avropa çempionatındakı performansı mən çox bəyənmişdim o performansı. Fabian Ruiz. Rashford yoxsa Kvaratskhelia? Təbii ki, Azərbaycana dünyaya gəlmiş Kvara. Əslində Rashford hal-hazırda pis oynamır çoxda, amma mən onu genel olaraq Trashford adlandırıram. Məncə Kvaratskhelia. Məncə bu dəqiqə üçün müqayisə olunmaz oyunçulardır. Kvaratskhelia. Lamine Yamal yoxsa Osman Dembele? Osman Dembele'nin Ballon d'Oru olsa da məncə Lamine Yamal daha üstündür. Bu biraz çətin müqayisədir. Son Ballon d'Or'un da qalibi oldu Dembele, amma məncə Messi və Ronaldo'dan sonra mən ən çox həyəcanlandıran performans Lamine Yamal. Lamine Yamal. Lewandowski yoxsa Gonçalo Ramos? Lewandowski'ni həyat boyu heç vaxt sevmədiyim üçün Ramos deyirəm. Yəni, bunu heç düşünməyə gərək yoxdur məncə. Ramos'un özündən də soruşsanız buna Lewandowski deyər. Təbii ki, Lewandowski. Yəni, onun karyerasına hələ ki Ramos heç yaxınlaşa bilmədi.